Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika Günəşin illik zahiri hərəkət yolu üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan şimal yarımkürəsində astronomik yaz, cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə, 46 saniyə olacaq. Qeyd edək ki, yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə, 46 saniyə olacaq.